Bismillah və billah, əssalatu və səlamu alə səyyidina və nəbiyyina Əbil Qasimil Mustafa Muhammed. Allahümmə salli alə Muhammedin və ali Muhammed. Salam aleyküm, hörmətli və dəyərli müsəlmanlar. İllərdir ki, Qədirxum hadisəsinə görə, Qədirxum gününə görə bir cümləni ancaq eşidirsiniz. O da budur ki, Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm buyurubdur ki, mən kuntu mövlah fə əliyyun mövlah. Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. Sünnilər, Vəhabilər, Sələflər, ümumiyyətlə Şiə müxalifləri deyirlər ki, bu cümləni yozurlar və deyirlər ki, burada dost mənasındadır mövla kəlməsi. Yəni Həzrət Peyğəmbərimiz buyurubdur, mən hər kəsin dostuyamsa, Əli də onun dostudur. Amma mənim tövsiyəm Şiə müxaliflərinə budur ki, həm də xahişim budur ki, öz kitablarında, demirəm Şiə kitablarına baxın, öz kitablarınızda Həzrət Peyğəmbərimizin Qədirxum günündə bütöv xütbəsini ki, orada danışırdı Peyğəmbərimiz, o xütbənin bütövün, kamilin tapıb və oxuyun. Həzrət Peyğəmbərimiz 3 saata yaxın orada danışıbdı. O 3 saata yaxın danışığının ancaq elə bir cümləsini sünnilər əzbərləyibdi və tez-tez deyirlər ki, Peyğəmbər buyurdu ki, mən kuntu mövlah fə əliyyun mövlah. Yəni, mən hər kəsin dostuyamsa, Əli də onun dostudur. Əgər siz düz deyirsinizsə, əgər belə bir sözə inanırsınızsa, o zaman bu xütbənin, kamilin bütövünü gətirin və deyin ki, bəli, bu xütbənin heç bir yerində, heç bir qərinə yoxdur ki, orada məsələn Həzrət Əli əleyhissalamı xəlifə ünvanında, imam ünvanında səhabələrə, ümmətə tanıtdırsın.